Fikrin əsaslandırılması nə deməkdir? Bu mövzuda danışmaq üçün mən Azərbaycan dili 4-cü sinif dərsliyində bir mövzudan istifadə eləyirəm. Çünki Azərbaycan dili 4-cü sinif dərsliyində mühakimə və sitat nəzəri mövzu var. Mühakimə və sitat başlıqlı nəzəri mövzu tədris edilir və kiçik bir mətn əsasında sitat vasitəsilə fikirlərin dəstəklənməsi bacarığı formalaşdırılmalıdır. Gəlin baxaq görək fikrin əsaslandırılması anlayışını dərslik müəllifləri hansı istiqamətdə izah edirlər, nədən ibarətdir? Bunun üçün öncə mətni oxuyaq, mətnin tərkib hissələrini müəyyənləşdirək, əsas fikrini, yəni tezisini müəyyənləşdirək və həmin tezisin necə əsaslandırıldığını özümüz öncə həyata keçirək, ondan sonra dərslikdə verilən istiqamətə və metodik vəsaitin tövsiyələrinə baxaq. Mətni nəzərinizə çatdırıram. Vətənə məhəbbət onu tanımaqdan başlayır. Hər kəs öz vətəninin keçmişini bilməli, gələcəyini düşünməlidir. Ölkəsini daha yaxından tanıyan vətəndaş vətəni sevəcək, onu göz bəbəyi kimi qoruyacaq. Görkəmli alim Xudu Məmmədovun gözəl bir fikri var. Uşaqlara vətəni sevməyi öyrətmək lazım deyil. Siz onlara vətəni tanıdın, özləri sevəcəklər. Ana dilimiz, adət-ənənələrimiz, mədəniyyətimiz, tarixi torpaqlarımız bizə ulu babalarımızdan miras qalıb. Uzun illərdir ki, mənfur düşmən Azərbaycana məxsus bu dəyərləri mənimsəməyə çalışır. Bunun qarşısını almağın ən uğurlu yolu vətənini tanımaq, onun dəyərlərini qorumaq və həqiqəti dünyaya çatdırmaqdır. Ulu öndər Heydər Əliyev demişkən, xalqın, millətin taleyi hər bir insanın taleyinə çevrilməlidir. Deməli, biz bu dəyərləri qorumalı və gələcək nəsillərə ötürməliyik. Mətn sadə bir mətindir, yaxşı mətindir və mövzu üçün çox münasib bir mətindir. Öncə mətnin hissələrini müəyyənləşdirək. Yəqin ki, siz bunu fərqləndirə bildiniz. İlk birinci cümlə, hər kəs öz vətəninin keçmişini bilməli, gələcəyini düşünməlidir. Bu, mətnin giriş hissəsidir. Yəni, bir cümlədən, bir abzasdan ibarətdir. İkinci, üçüncü abzaslar ölkəsini daha yaxından tanıyan vətəndaş ifadəsi ilə başlayan və ana dilimiz, adət-ənənələrimiz kəlmələri ilə başlayan abzaslar